Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu da məlumat yayıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanmışdır. Belə ki, 2026-cı ilin fevral ayının 3-də 2001-ci il təvəllüdlü Royal Məmmədovun xəsarətlər alması və aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdır. Murad Hacıyev prokurorluq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Faktla bağlı hal-hazırda Gəncə şəhər prokurorluğunda ibtidai istintaq davam etdirilir.